Bakı metrosunda xətlər ayrılacaq, interval azalacaq, yeni tunel tikilir. Bakı metrosunun İçəri şəhər stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində dönmə tunelinin inşasına start verilib. Bu barədə reporta Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda İçəri şəhər stansiyasında sərnişinləri düşürdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə Həzi Aslanov stansiyası istiqamətində hərəkət eləyəcək. Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə mane olan bufer zonası ləğv ediləcək. Qeyd edilib ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq. O, sırf texniki məqsədləri, qatarların sürətli manevrlərini və parklanmasını təmin eləyəcək. İçəri şəhər stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.